Rahim. Elhamdülillah ve salatu ve selamu ala Resulillah. Amma ba'd. قال حسن البصري رحمه الله: لا أظن أن الله يعذب رجلا استغفر. فقيل له: ولماذا؟ فقال: من الذي ألهمه الاستغفار؟ فقيل: الله. فقال: كيف يلهمه الاستغفار ويريد به أذى؟ وَمَا كَانَ اللّٰهُ مُعَذِّبَهُمْ وَهُمْ يَسْتَغْفِرُونَ. Həsən Basri rəhmətullah aleyhi buyurur ki, mən deyir, bir insan ki, istiğfar edir, yəni Allah'tan bağışlanmaq istəyir, mən zənn edirəm ki, Allah subhanahu ta'ala ona əzab verməyəcək. Soruşdular, nəyə görə, yəni nəyə yasaklanırsan? Deyir ki, çünki ona deyir, istiğfar eləməyi kim ilham verib ona ki, istiğfar eləsin? Yəni o yolu kim açıb onun üçün? Allah Teala. Və Allah Teala da deyirlər ki, Allah. Deyir, əgər Allah Teala onun üçün o qapını açıbsa, bağışlanma qapısını istəyirsə, demək Allah Subhanahu Taala ona xeyir istəyir. Ona görə qapını açıb. Deməli, inşallah ki, ona əzab verməz. Və Allah Subhanahu Taala ayət-i şərifdə buyurur ki, وَمَا كَانَ اللّٰهُ مُعَذِّبَهُمْ وَهُمْ يَسْتَغْفِرُونَ. Onlar istiğfar elədikləri müddətcə Allah Subhanahu Taala onlara əzab verməz. Bəla göndərməz. Ona görə Həsən Basri rəhmətullah aleyhi və birincisi Həsən Basri bilirsiniz ki, sahabələrin dövründə, yəni onlardan dərs alıb böyük tabinlərdəndir və böyük alimlərdəndir. Həm də burada onu göstərir ki, bizim böyük alimlərimiz hamısı Peyğəmbər sallallahu aleyhi və səlləm dövrünə gedib çıxır və onlar birinci Resulullah sallallahu aleyhi və səlləmin yanında olan sahabələrdir. Yəni həmişə keçmiş qızıl dövr deyirik, sələflər deyirik. Sələfin bir məzhəb deyil, bir təriqət deyil. Sadəcə yəni keçmişin yolunu gedənlər, onlar necə gediblərsə Allah və Rəsulü istəyib və onun kimi. Və gördüyünüz kimi Allah Teala da buyurur ki, onlar istiğfar elədiyi müddətcə Allah Subhanahu Taala onlara əzab verməz. Nəyə görə? Çünki onlar istiğfar edirlər, bağışlanma istəyirlər və həm də buradan fayda çıxır ki, insan istiğfar elədikcə, bağışlanma istədikcə, tövbə etdikcə Allah Subhanahu Taala ona həmişə xeyir qapıları açır və həm də istiğfar əzabın gəlməsinin qarşısını alır. Hər tərəm insanın özünə, ailəsinə, cisminə və umumən bəlalar, yəni onlarda ümumiyyətlə hamısı istiğfar eləyirsə, bağışlanma istəyirsə, inşallah ki, Allah Subhanahu Taala əzab göndərməz. Və ona görə də həmişə çalışmalıyıq ki, Allah'tan bağışlanma istəyir. Resulullah sallallahu aleyhi və səlləm də həmişə Allah'tan bağışlanma istəyərdi və gün ərzində 70-dən çox tövbə deyərdi. Allaha qayıtmaq, Allah'tan bağışlanma istəməkdir, tövbə etmək. Və ona görə inşallah çalışmalıyıq ki, biz də çoxlu istiğfar eləyək. Həm bizə Allah Teala əzab verməsin, bəla göndərməsin və umumən xüsusən hamımıza aiddir. Allah Subhanahu Taala bizi eşidib bilənlərdən, əməl edənlərdən etsin. Subhanakallahumma bihamdik, nəşhədu an la ilahe illa ente, nəstəğfiruke və nətubu ileyk.